Salam uşaqlar, MHŞ ümumi sınaq 2-ci izah edirəm. Baxın şərtdə bizə nə verib? Bax, bura 45 dərəcədir. Buradan bura B-dən D-yə bir dənə düz xətt atacağam. Görür ki, burada bir dənə üçbucaq yarandı. Bura 45 isə burada 45-dir. Biz bilirik ki, toxunan vətər arasındakı bucaq deməli, daxilə çəkmiş bucağa bərabərdir və yaxud da ki, qövsün yarısına bərabərdir. Bax, buranı 90 götürə bilərik. Bura 45-dir, bura 100-dür, elə 145. Bura düşəcək nə qədər? 35 dərəcə. Deməli, B bucağım 35 dərəcə isə DC qövsümündə bu hissədə 2 dəfə çoxdur, olacaq 70 dərəcə. CD qövsündə o səbəbdən cavab eləyəcək C variantı. Keçək növbəti suala. A parametrin hansı qiymətini tənqidlər sisteminin sonsuz sayda həlli var. Biz bu zaman belə yazacağıq. Burada yazaq. Burada yazaq, rahat olsun. A çıxılsın 2-ni, x-in əmsalını x-in əmsalına böləcəm. Bölünsün 2, bərabərdir. 3-ü böləcəm, A üstə gələk 3-ə. Bərabərdir, 5-i də böləcəm 6-ya. Biz hər hansı birini götürüb bir-birinə bərabər eləyək. Məsələn, bu ifadəni götürüb bir-birinə bərabər eləyək. Çarpazıq 3-ü 6-ya vuranda eləyəcək 18. Burada yazıq 18 bərabərdir. 5-i A-ya vuraq. 5-a üzərinə gəlsin. 5-i də 3-ə vuranda eləyir 15. 18-dən 15 çıxanda eləyəcək 3. 3-ü də 5-ə böləndə eləyəcək 0,6. Bax, A elədi 0,6. İndi buranı hesablayaq. A çıx 2 bölünsün 2-ni bərabər eləyib 5 bölünsün 6-ya. Yəni çarpazıq 2-ni 5-ə vuraq eləsin 10. 6-nı A-ya vuranda bərabərdir 6A çıx 12. Mənfi 12 bu tərəfə keçəndə müsbət eləyir 22 bərabər 6A. 22 də 6A-ya bölünmür, yəni kəsr şəklində qalır. Ona görə heç bir qiymətində ödənilmir. Deyək, kəsrin məxrəcini irrasionallıqdan azad eləyək. Məxrəci irrasionallıqdan azad etmək üçün biz bilirik ki, onun qoşmasına vurmaq lazımdır. Birdən burada baxaq. Kök altında 6, kök altında 3, üzərinə gəlsin 2. Yəni, bunun qoşmasına vuraq. 2 çıxılsın kök altında 3-ə. 2 çıxılsın kök altında 3-ə. Burada necə eləyəcək? Kök altında 2-nin kvadratı, daha doğrusu 2-nin kvadratı çıxılsın 3-ün kvadratı. 2-nin kvadratı eləyəcək 4, kök altında 3-ün kvadratı eləyəcək 1. Bunu da vuraq açaq. Bunu buna vuranda kök altındakı 2, kök altında 6. 6-nı da 3-ə vuranda çıx kök altında 18. 4-dən 1 çıxanda 1, bura eləyəcək 1. Bərabərdir, bu eləyir bizə 2 kök altında 6 çıx 18 nə deməkdir? 9 vursun 2, 9 vursun 2 də 9-dan 3 çıxacaq. 3 kök altında 2. Burada da cavab eləyəcək A variantı. Keçək 4-cü suala. 12 şüşə çəkilmişdir bir nöqtədən. Şüşəlansa n vurulsun, n çıxılsın bir düsturu ilə hesablayacağıq. Böl 2. N'lərin yerinə 12 qoydu. Burada 12 qoyacağım, burada 12 qoyacağım. 12 ilə 2-ni ixtilafacam. Burada qaldı 6. 12-dən 1 çıxıram eləyir 11. 11 vurulsun 6. Bu da verir bizə 66. Baxaq. Bunu kökün altına salsam, bu eləyəcək 9. 9-dan kök altına 11, bu mənfi verir. Düzdür, bu mənfidir. Deməli, yuxarıda mənfidir ki, mənfi məndə müsbət eləyib. Onda mən nə edirəm? 4x üstə gəlir 11-i, kiçik eləm 0-dan. 4x kiçikdir mənfi 11. 11 də 4-ə böləndə bizə verəcək 4-də 11 ilə verəcək. 4-də 11. Yəni, mənfi sonsuzluqdan bu da B variantı. Cavab B bəndi. Keçək 6-cı suala. Deyək ki, nöqtəsinin koordinatı, təpə nöqtəsinin koordinatlarını tapın. Bu A-nın qiymətini bilirsiniz. X minus 1 bərabər 0, X bərabərdir 1, müsbət 1. Bu da ki, olduğu kimi götür, müsbət 7. A variantı. 6-da A variantı. Keçək 7-ci sualımıza. 7-ci suala baxaq uşaqlar. Kök altında 16, bax bu 2 üstü 4 deməkdir. Bu 4 ilə bu 4 gedir, yerdə qalır 2. Üzərinə gəlsin. Kök altında 32, 2 üstü, mənfi 2 üstü 5-dir. Bax belə yazaq da. Mənfi 2 üstü 5, bu da 5, bölünsün 3-cü dərəcədə 2 üstü 3 mənfi. Bu 3 ilə bu 3 getdi, bu 5 ilə bu 5 getdi. Bu da bizə verəcək mənfi 2 bölünsün. Bu da mənfidir axı. Mənfi 2. Bu elədi bizdə verdiyinə müsbət 1.
Onda baxaq, bunu aşağıdan yazım. 2 üzərinə gəlsin 1. Çıx. 2-də bu 2 üstü -1, yəni 2-də 1. Çıxılsın 2, daha da üstə gəlsin 2-də 1 çıx 2-də 1. Buranın hesabı bununla bu getdi, bu elədi 3. Düzdür? Bunun cavabı elədi 3. Vurulsun, bura bax. 64 2 üstə 6 deməkdir. 6 ilə 6 gedir, burada qalır 2. 3-ü də 2-yə vuranda elə cavab 6B variantı. Keçən növbəti suala. ABC bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevirən radiosu. Bu çevirən radiosu R bərabərdir. Burada isə var ya. Demək, R bərabərdir. A kökdə 3 bölünsün 6. Burada da R-i neçə verib mənə? R verir mənə 8. Düzdürmü? 8 bərabər, bura 8 yazsam, 8-i 6 yanında 48 bərabər A kökdə 3. A-nı da tapanda burada 48 bölünsün kök altında 3. Hər tərəfin kök altında 3-ə vuraq. Bu eləcə 48 kökdə 3 və 3-dən də 3. Yəni 3-ü 3-ə vuranda kök altında 9, 9-dan da 3 çıxır. 48 də 3-ə böləndə eləcə 16 kök altında 3. Bunu tapdıq belə 16 kök altında 3. Bizə nədir? Üçbucağın sayısını tapın. Üçbucağın bərabər tərəfi üçbucağın sayısı S bərabərdir. A kvadratı kök altında 3 bölünsün 4. Bərabərdir. A kvadratı bunu neçədə yazıraq? Yazam 16 kök altında 3-ün kvadratı vurulsun kök altında 3 bölünsün 4. Bərabərdir. Baxın. Heç bunu oturub hesablamayaq. Yəni uzun-uzadı 16 vur 16. Bax bunu mən belə 16 vur 16 şəklində saxlam. Kök altı 3-ün də kvadratı 3-dür. Vurulsun bu kök altı 3 qalır yerində bölünsün 4. 16 ilə 4-ü ixtisarfam qalır 4. 4-ü 16-ya vuram 64. 64-ü 3-ə vuranda edir 192. Kök altına 3-də qalır yerində. Cavab Y variantı. Sonra bizə nə soruşur? X vur Y çıx 20 bərabər 22. Onda X vur Y 20 bu tərəfə keçən nə olur? Toplananda, yəni üstə gəl 20 olacaqdır. Bərabərdir 42. Bizə belki X və Y aşağıdakilərdən hansıdır və bir rəqəmlərdə də olmalı. A-nı götürməm 14 2 rəqəmdir. Bu 14 2 rəqəmi götürməm. C variantı 6 ilə 7 yoxsa ikisi bir rəqəmdir. Bu da 2 rəqəmdir. Bu da 2 rəqəmdir. Ona görə götürməm. Cavab burada C variantı. 2 10 üzəri eyni anda atılır. 7-dən kiçik olması ehtimalını tapın. Bunu burada yazaq. Yeddidən kiçik olması üçün baxaq. Xalanın cəmi 7-dən kiçik olması. 1, 1, 1, 2, 1, 3, 1, 4, 1, 5, 1, 1, 6 götürə bilmərik artıq. 1, 6, 7 eləyəcək. Sonra götürə bilərəm. 2, 1, 2, 2, 2, 3, 2, 4. Sonra götürə bilərəm. 3, 1, 3, 2, 3, 3. Sonra götürürəm 4, 1, 4, 2. Sonra götürə bilərəm 5, 1. 1, 2, 3, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, bilsəm 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 13, 14, 15, 16. Bu cavab eləcək 36-da 2 xal attığına görə düz yazdığımı 1, 1, 2, 1, 3, 1, 4, 1, 5, 2, 1, 2, 2, 2, 3, 2, 4, 3, 1, 3, 2, 3, 3, 4, 1, 4, 2, 5, 1. Düz yazdım. 36'da 16 eləyəcək. İnşallah burada 15 yer səhv tutamışım. 36'da 15. Bunu da 3'ə bölək. 36'nı 3'ə böləndə deməli eləyəcək 12. 15'i 3'ə böləndə eləyəcək 5. Cavab verir 12'də 5. Bu da bizə verir C variantı. Aşağıdakilərdən hansı çox hədli deyil? Nəxrəqdə dəyişən olarsa çox hədli götürə bilmək. Cavab C variantı. 3n bərabərdir. 3'ə, 4'ə, 5'ə birinci əkyob tapaq. Bu verəcək bizə 60. 60'ı 3'ə böləndə m eləyəcək 20. 60'ı 4'ə böləndə n eləyəcək 15. 60'ı 5'ə böləndə k eləyəcək 12. İndi bizə nə eləyəcək? N 15
Bu 15. K'nın qiymətini tapdığınız isə 12. M-in də qiymətini tapdıq 20. Cavab C variantı. Bərabər tərəfi üst budağın medianı 6 sm olsa, bu üst budağın perimetrini tapın. Bizdən bərabər tərəfi üst budaq çəkək. Medianı 6'dır. Median çəkək, bura verib 6. 60 dərəcəli bucaqdır. Biri hər tərəfi bura 90-sı, bura düşəcək 30. Deməli 60 dərəcəli bucağın qarşısı 6-dırsa, onda bu belə çıxır ki, 30 dərəcə bucağın qarşısındakı katetin kök altındakı 3 müsünə bərabərdir. Deməli bura belə götürək də, biz buranı tapmalıyıq ki, belə yazaq A, B, C, D. AD tərəfim neçədir ki, onun kök altında 3 müsünə 6-ya bərabərdir. Bunu necə taparıq? Burada tutam x yazsaq, x-in kök altında 3 müsünə 6-dırsa, 6 x bərabərdir. 6-nı bölək kök altında 3-ə, hər tərəfin kök altında 3-ə vuraq. Bunu buna vuranda kök altında 3, kök altında 9 edir, 9-dan da 3 çıxır, 6 kök altında 3. Bu 6-dan bu 6 3 çıxsa gedir, qaldı 2 kök altında 3. Deməli bura düşür 2 kök altında 3. Bura düşür 2 kök altında 3. Yəni bir tərəf oldu 4 kök altında 3. Bir tərəfi kök altında 3 isə bu üçümüzün perimetri 4 kök altında 3'ü də vururuq 3'ə. Bu da verəcək bizə 12 kök altında 3'ə bərabərdir. Keçin növbəti sualımıza. Bizə soruşur ki, C'yə aid olanları seçək, F ilə L-dir. Cavab B bəndi. Aşağıdakilərdən hansı sabit funksiyadır? C variantı. Baxaq bura. Diqqətli olaq. ABC A7, yəni bura alfadırsa, burada alfadır. Bura qarşılıqlı bucaqdır, bura beta, beta yazırıq. Bura qammadırsa, burada qammadır. Burada artıq biz üçbucaq oxşarlığını tətbiq edirik. Deməli, bu qammanın qarşısına hansı tərəf durur? BC tərəf durur. 3'ün bu qammanın qarşısına hansı tərəf durur? 5 durur. 3'ün 5'ə nisbəti bərabərdir. Alfanın qabağında 6 durub. 6'nın bu alfanın qabağında C'də durur. Burada x yazaq. Burada düşür x. 5'i 6'ya belə yazaq. 3x bərabərdir 30. X də bərabərdir 30'u 3'ə vuranda 10. Bunu çarpaz vurduq. Buranı tapdıq 10. Bizdən soruşur ki, B'dən uzunluq. B'dir. Bura 10'dur, bu da 3'dür. Cavab edir 13. Paralelgram daxili bucağın biri o birindən 5 dəfə böyükdür. Biri x-də, biri 5x-dir. Toplayanda cəmi verir 180. 6x bərabər 180. X də bərabərdir 30 dərəcə. Böyük bucaqda biri 30'dur, biri 150 dərəcədir. Böyük bucağını 150 dərəcə eləyəcək. Keçək 18-ci suala. Deməli 2,6-cı mötərizənin içərisində hesablayaq. 2,6-dan 3,4'ü hesablayaq. Toplayanda bunların cəmi eləyəcək 6. 13,2'ni vuraq 6'ya. 13,2 vur 6 çıx. İndi bu mötərizənin içərisində hesablayaq. Bu birin yerinə 20'də 20 yazaq. 20'də 20'dən 20'dən 19 çıxanda mötərizənin içərisində nə? 20'də 1. 0,125'i belə yazaq. 4'də 1. Yəni %25 çarpanda 4'də 1 qalır. Vuraq 1'də 20. Tərsinə yazılır. Böləndə tərsinə yazırıq. 20'ni də 4'ə böləndə eləyəcək 5. Bu da bərabərdir. 13,2 vurulsun 6 çıxılsın 5. Bu da verəcək bizə 74,2. Keçək deyək ki, tənin sonsuz sayda həlli var. Tənin sonsuz sayda həlli nə deməkdir? Yəni ki, bax burada x-lər birinizi yığaq bir yerə. AX 2x keçdi, çıx 2x bərabərdir. Müsbət 7, bu tərəf keçdi, mənfi 7, çıx B. X-i mötərizə kənara çıxaraq, qalaq A çıxılsın 2, bərabərdir, mənfi 7, çıx B. X-i buradan tapsaq, mənfi 7 çıx B-ni böləcəm, nəyə? A çıxılsın 2-yə. Bizdən ki, A sögər B-cəm. Hər iki sürətlə və məxrəcdə 0-a bərabərdir. 0-a bərabər elə yazaq, burada yazaq. Mənfi 7 çıx B bərabər 0, mənfi 7 bərabərdir B. B-nin qiyməti mənfi 7. İndi məxrəci bərabər. A çıxsın 2 bərabər 0, A da bərabərdir 2. A-nı tapdım 2, B-ni də tapdım mənfi 7. Bizdən A sögəl B-ni tap deyir. Yəni, mənfi 7 üzərinə gəlsin 2, bu da verəcək bizə mənfi 5. Cavab mənfi 5'dir. Tili 5 cm kubun tam səthinin sayısı. Kubun tam səthinin sayısı S bərabərdir 6A kvadratıdır. Bərabərdə 6 vuraq. A-nın kvadratı 5'in kvadratı 25 vurulsun 6. 25'i vuracam 6'ya, o da eləyəcək 150.
Keçək 21-ci suala. Sonra daxili bucaq xarici bucağından 4 dəfə böyük olan düzgün çoxbucağın tərəflərinin sayını tapın. Uşaqlar, burada məsələn hər hansı bir tutam 4 bucaqlı çəkək. Bu tutalım. Fərqi yoxdur, hər hansı bir çoxbucağı. Daxili bucaq xarici bucaqdan 4 dəfə böyükdür. Bu da bunun xarici. Bura x-sa, bura 4x-dir. Bunların cəmi bizə verəcək 180-i. Yəni 5x bərabər 180, x bərabər neçə eləyəcək? 36. Demək bir xarici bucağına düşür 36. Biz də bildik ki, xarici bucaqlarda, yəni düzgün çoxbucaqlı olduğuna görə 360 dərəcə bölünsün n düsturuna hesabına. Biz də n-i 360 dərəcə bölünsün 36, bu da verəcək bizə 10. Deməli cavab n-in burada 10 imiş. 10 bucağıdan gedir söhbət. Keçirəm 22-ci suala. 22-ci sualda uşaqlar, baxın burada trapesiyə aid xüsusi bir qayda var ki, biz onu bura yazacağıq. Deməli, bura x götürsək, buranı da x götürsək, 1 bölünsün x bərabərdir. Oturacaq biri 8-dir, biri 20-dir. Yəni 1 bölünsün 8, üzərinə gəlsin 1 bölünsün 20. Bunu hesablayırıq. Əkov tapım 8 ilə 20 əkovu 40-dır. 40-ı 8-ə böləndə 5 üzərinə gəlsin. 40-ı da 22. 40-da 7 elədir. Düzdürmü? X bərabərdir 40-da 7. Məndən axı hansı nətər? Y, F-i soruşur. Bu 40-da 7-dirsə, bu da 40-da 7-dir də. Bu 40-da 7-dir, bu da 40-da 7-dir. Onda bunları toplayanda bu bizə verəcək 40-da 14. Bu da bərabər ixtisar aparsaq 20-də 7. Cavab 20-də 7 eləyəcək. Yox, səhv dedim mən. 20-də 7 eləməlidir. Bir dəqiqə baxın. Hə, yox. Biz 1 bölünsün x aldıq. Uşaqlar, biz 1 bölünsün x aldıq. Axı biz x lazımdır. X-i tapanda burada. X-i tapanda 7-də 40 eləyəcək. 7-də 40. Mən burada səhvlik elədim. X bərabərdir 7-də 40. Mən 7-də 40 ilə 7-də 40-ı toplayacağım. Bu da bərabərdir 7-də 80. Buraya 7-də 40-dır. Bunu da çevrə düzgün olmayacaqsa 80 içində 7 bizə verəcək 11 dəfə. 11-ə 7, 77. 80-dən də 70. 11 tam 7-də 3. Aydın oldu uşaqlar. Keçək. Kökləri cəmini hesablayın. Bunu da burada yazaq. Deməli, bizim təni verib belə. Bura ver teoremi tətbiq eləməklə hər tərəfini bölürəm 2-yə. X kvadratı üzərinə 3-ü 2-yə böləndə 1,5x, 1 də 2-yə böləndə çıx 0,5 bərabərdir 0. Burada biz baxırıq ki, bu elə ki, eyni məxrəcə gətirək. x1, x2. Bu ifadəni bu ifadəyə böləndə qalır x2. x2-ni də x2-yə vuranda qalır x2-nin kvadratı. Üzərinə gəl. Bu ifadəni bu ifadəyə böləndə x1 qalır. x1 də x1-ə vuranda x1-in kvadratı. Bu da bərabərdir. Nə yazacağım? x1, x2 yerində qalır. Burada x1 üzərinə x2 kənardan kvadrat çıx. 2, x1, x2 bərabərdir. Gətirək qoyaq yerinə. x1 vur x2 bu eləyir -1,5. -1,5-in kvadratı eləyəcək. Bura 1,5 kvadratı eləyəcək. 2,25. Çıxılsın 2 vurulsun. x1 vur x2 neçədir? Bax, o budur. Sərbəstədir. 2-ni də 0,5-ə vuranda eləyəcək. -0,5-dir də. -2-ni -0,5-ə vuranda eləyəcək. Müsbət 1 bölünsün 0,5. Bu da bərabərdir. 3,25 bölünsün 0,5 bərabərdir 6,5. Uşaqlar, bax, burada bir deyəcəm. x1 üzərinə x2 bərabərdir -1,5. x1 vurulsun x2 bərabərdir -0,5. Yəni, burada əks qiymət götür, işarə əks götür. Burada isə olduğu kimi götürəcək. Keçək 24-cü suala. Deyir ki, n kiçikdir 4 olduqda n çıxmır. Gətirə qoyaq natural ədədlər, 4-dən kiçik ədədləri. N-in yerinə 3 qoyaq. 3 çıxılsın 1 bölünsün 3. Bu verdi bizə nə? 3-də 2. Biri bu. N-in yerinə 2 qoyaq. 2 çıxılsın 1 bölünsün 2. Bu elədir 2-də 1. Başqa da heç nə qoya bilmərik. 1 də qoysaq 0 eləyəcək. 3 qoyduq, 2 qoyduq və salam. 2 dənə cavab qutardı.
Keçək bizə başqa. Burada sonra deyir ki, olan kəsəni cəm şəklində yazın. Hə, 3-də 2-nə biz indi aldığımızın 2-də 1-i toplayırıq. 3-dən 2-yə 6 tapım. 6-nı 3 bölüm 2. 6-nı 2-yə böləm 3. 2-ni 2-yə vuranda 4. Üzərinə gəlsin 3. Bu da edir 6-da 7. 3 ədədinin cəmi 376-dır. A üstə gələk B üstə gələk C bərabərdir 376. Birinci ədəd 120. Birinci ədəd 120. A bərabərdir 120. İkinci ədəd birinci ədəddən 30% çox. 30% çoxdan 130-a bərabər. Yəni B bərabərdir. 120 vur 130 bölünsün 100. Bu da bərabərdir. Bununla bu getdi. Bu sıfırla bu sıfır getdi. 156. İkinci ədəd 156-dır. Üçüncü ədəddə bilmirəm. 3 bərabər sual. Gətirəm yerinə qoyuram. 120 üzərinə gəlsin 156. Üzərinə gəlsin C bərabər 376. 120 ilə 156-nın topunu 376-dan çıxanda C də tapıram buradan 100 eləyəcək. Sonra bizdə şərtdə nə deyir? Deyir ki, 3-cü ədədin 20%-ni tapın. 3-cü ədədin 100-də 100-ün də 20%, yəni 100 vurulsun 20 bölünsün 100. Bu da bizə verəcək 20. Vəssalam.